Evdə köhnə ərk bağlamış, hətta bəzi yerlərə daşlaşmış bir duş başlığı tapdım. Dedim bunu təmizləyib dəyərləndirək. Açığı vəziyyəti heç də yaxşı değildi. Yaxından baxanda ərk çox aydın görünürdü. İndi isə istifadə etdiyim vasitəni tətbiq edirəm. Bu əsasən hamam və vanna üçün nəzərdə tutulub, amma belə hallarda da yaxşı işləyir. Gördüyünüz bu məhsulla ötən videolarımda paltaryanı da təmizləmişdim və paltaryanımda ərpi necə təmizləyirəm bununla bağlı videoda paylaşmışdım. Spreyi sətin üzərinə vururam və biraz gözləyirəm ki, təsir etsin. Bu hissə vacibdir, çünki ərp yumşalır və sonra təmizləmək daha rahat olur. İndi isə yavaş-yavaş səthi sürtməyə başlayıram. Gördüyünüz kimi ərp tədricən açılır və səth getdikcə daha təmiz görünür. Tam təmizlənmədi, çünki bəzi ərplər artıq daşlaşmışdı. Amma buna baxmayaraq əvvəlki ilə müqayisədə çox böyük fərq var. İndi artıq əvvəlkinə baxanda təmiz görünür. Belə hallarda düzgün vasitə seçmək həqiqətən çox şey dəyişir. Hətta nəticəni sonda sizlərlə paylaşıram. Belə videolar üçün məni izləyə bilərsiniz. Tam təmizlənməsə də nəticə elə də pis deyil.